Elvin, elə tutmuşam ki bunu, elə bil ki canlıdır, bu dəqiqə gedəcək də. Getmə, ha, getmə, getmə. Çəkirsən? Yaxşı da day. Bayaqdan mənə deyir ki, dəyərli izləyicilərimiz, sizi salamlayıram. Bayaqdan mənə deyir ki, Elvin, bax, bu Elvin mənim başımı oynatır axır zamanda. Deyir ki, Mino'nun üstünə hovuza çəkilişi burada eləyək. Hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, arada deyirəm, belə gülmək də lazımdır. Hələ hər zaman girirəm, danışıram, məlumat verirəm. Elvin deyir ki, orada bıçağı da bax. O soyuq silahı ora qoymaq olmaz, çəkmə. Mən hal-hazırda Mərdəkandayam. Əziz izləyicilərimiz, Mərdəkanda Qala yolunda Oba Market var. Hansı ki, Makaronlu fabrikinin küçəsindən çıxırsan Qala yoluna, sağa Qalaya gedəndə Oba Market aptek. Düz onun arxasında. 4-cü həyətdir. Yoldan 20 metrlik məsafədə. Yox, 20 olmaz, 50 metrlik məsafədə. 50 metrlik məsafədə. Bax, buradan çıxıram piyada. Gedirəm Obaya. Bazarlıq edib qayıdıram. Obaya getmək istəmirsiniz, oradan biraz qabağa gedin, Araz Marketə. Bazarlıq edin, qayıdın. Orada getmək istəmirsiniz. Oradan da sağa dönürük. Tam birinci, ən böyük Mərdəkanda inşa edilən Bravo supermarketə gedirik. 5 sotun içərisində inşa olunub. 4 otaqlıdır. Qiymət 525 min manatdır. Deyəcəksiniz, bahadır. Onsuz da ev sahibi endirim eləyəcək və burada torpağın sotu neçəyədir? Birinci onu sual verin, gəlin baxın yerinə. Torpaq varmı burada və qiyməti neçəyədir? Ondan sonra inşallah ki, evin tikintisi falan hesablayandan olsa hesablayır. Evin tikilişi, evin bütöv olaraq ərazisi, şəraiti çox qəşəngdir, superdir. Ev sahibi maşallah sağ olsun, çox keyfiyyətli bir iş görür. Avtomatik olaraq putla təchiz olunmuş darvaza, Elvin, keç orada həyat üçün nəzərdə tutulmuş sanitar qovşağı, söhbətgah, yayqış mətbəxi isti döşəmədir. Hovuzumuz isti hovuzdur. İstənilən vaxtı yəni qoşub istifadə edə bilərsiniz. Həyətdə manqal inşa olunmayıb, barbekü aparatı alınıb, qoyulub. Hətta burada belə bıçaqlarına qədər bunu bağlamaq lazımdır. Məncə bu görünməsə yaxşıdır. Çünki sonra deyəcəklər ki, siz nəsə paylaşırsınız, amma qalsın. Dəvəboynu şəlaləsi hovuzun 4 metrənin 8 metrəyə olan filtrli hovuz, isti hovuz. Baş tərəfində görürsünüzdə divan, kreslo falan qoyulub oturmaq üçün. Sonra sən bir dənə zəhmət olmasa sanitar qovşağın və söhbətgahı göstər Elvin. Sənətlidir, kubçalıdır, yola yaxındır, gözəl bir evdir, çox qəşəng, səliqəli, dosta qardaşa qismət olmalı evdir. İnanın Allaha, çox gözəl evdir. Yəni siz bilirsiniz ki, mən hələ belə evləri tərifləmirəm də. Mən hər evi tərifləmirəm. Mənim çəkilişimdə, mənim danışığımda mənim müştərilərim var ki, onlar onsuz da bilirlər ki, mən necə təqdimat edirəm. Bir də buradan salam deyirəm məni uzaqdan izləyən dostlarıma. Hansı ki, məni YouTube-da bütöv günü izləyir, gedir ev sahibinin yanına başqa əmlakçı ilə. Allah canı sağ olsun, Allah xeyir versin. Başqa əmlakçı ilə gedir ev sahibinin yanına. Ev sahibi də göstərir ki, mənim videomu. Hüseyin, bax, bunu burada belə təqdimat eləyib. Belə deyir. Gözəl ev sahibi, niyə deyir, belə eləmirsən? O da baxır ona. Ev sahibi sağ olsun. Mənə zəng ev ki, Hüseyin. Və müştərilər gəlmişdi bura başqa əmlakçı ilə. Sən video göstərirdi mənə. Mən də dedim ki, salam məleykim. Mən də deyirəm, Allah sizə can sağlığı versin, uzun ömür versin. İndi isə keçirik biz evin daxilinə. Oradan keçdim bu tərəfə, buradan da o tərəfə. Yəni evin bütöv olaraq baxırdım ki, dairə vurmaq olur. Olur, hamısı yeri var, hamısı qayda qanunu. Bu ağlay daşların bura o qədər səliqəli işləyirlər ki, maşallah. Çox gözəldir, çox qəşəng. Keçək evin daxilinə. Baxıl var ha, baxıl da giyinə bilərsən, ayaqqabı çıxarda da bilərsən. Mən çıxardacam. Onsa ağ corabla neyinə eybi yoxdur. Mən çıxardacam. Gəl. Gəl, Elin, gəl. Keçək evin daxilinə. Qapını açıq qoyacam. Hava dəysin, kondisioneri qoşmadım. Evin daxilində kondisioneri var. Bax, keçən kimi sol tərəfdə belə bir dolab. Gəl keçin, birinci qonaq otağına keçin evin, sonra keçərəm inşallah. Bax, çox qəşəng, səliqəli, gözəl bir qonaq otağıdır. Qonaq otağında gördüyümüz kimi 4 ədəd. Yəni, üzr istəyirəm, birbaşa kameralar çəkilib 4 dənə gözü var, görüntüsü var. Gəl bura. Axırda mətbəx otağını göstərərik inşallah. Çox genişdir yataq otaqları. Bax, birinci yataq otağı çox genişdir. Yəni, burada istənilən vaxtı, burada dolab qoymaq olar. Orada qoymaq olar. Ora televizor, burada əslində dolab da var. Yəni, otaq maşallah geniş otaqdır, yataq otağı. Bax, bu da maşallah ikinci yataq otağı da çox genişdir.
Çox qəşəngdir. Evin arxası göstərim, görün nə qədər məsafə var evin arxasında. Baxın, buradan. Sonra bu yataq otağı, geniş yataq otağı, bəzənmə stolu, yataq dəsti və daxilində sanitar qovşağı var. Gəl abi, gəl. Gəl gözəl insan, gəl. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Dəhlizdə də baxın, belə bir bəzənmə stolu var. Bu da üçüncü yataq otağıdır. Sonda isə sizə gözəl bir mətbəx otağı təqdim edəcəm. Çox qəşəng və gözəl. Mətbəx otağı televizordur, sobalardır. Sonra burada paltar yuyan maşını, yaxud da qab yuyan maşını qoymaq üçün yeri var. Su hövzəsidir, qaz sobasıdır, soyuducu da qoyulub. Buradan da birbaşa verandaya, birbaşa ora çıxış, giriş. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.